Salam, bugün sizlərlə 9.1 verilənlər bazası anlayışı mövzusunun testlərinə baxacağıq. Birinci sual, verilənlər bazasının hansı cədvəlləri arasında birin birə əlaqəsi var? Burada ölkələr və paytaxtlar birin birədir. Hər bir ölkənin bir paytaxtı var. Hər ölkənin bir paytaxtı var, ona görə birin biri olur. İkinci sual, verilənlər İkinci sual, verilənlər bazasında sahə necə adlanır? Verilənlər bazasında sahə cədvəlin sütunu adlandırılır. 2-yə C. Üçüncü sual, relyasiya verilənlər bazasında olan bütün əlaqələri müəyyən edin. Birin birə, birin çoxa, çoxun birə və çoxun çoxadır. Buna da uyğun olaraq üçüncü sualın cavabı C variantıdır. Dördüncü sual, verilənlər bazasının idarəetmə sistemi. Verilənlər bazasının sistemi elə proqram təminatıdır ki, onun vasitəsilə istifadəçi verilənlər bazasını təyin edə, yarada, qoruya və müraciətçi nəzarət edə bilər. 4-ə B. 4-ə 5-ci sual. Verilənlər bazası A və B cədvəlləri arasında hansı əlaqə növü var? Burada bir hissədən, yəni birindən 3 xətt gedir və birin çoxa, birindən 2, birindən 1, birin çoxa əlaqəsi var. 5-ə B. 6-cı sual. Şagirdlər cədvəli, soyad, ad, atasının adı, təvəllüd, şəxsiyyət vəsiqəsinin nömrəsi, məktəbin kodu, sinifi, sahələrindən ibarətdir. Bu sahənin hansı başlıca açar ola bilər? Bu sahələrdə əsas başlıca açar, yəni tək unikal olmalıdır başlıca açar. Burada şəxsiyyət vəsiqəsinin nömrəsi, hər bir şagirdin şəxsiyyət vəsiqəsinin nömrəsi yəni fərqlidir. 6 E variantı. Verilənlər bazası nədir? İnformasiyanın saxlanması, ilkin emalı və axtarışını təyin edən verilənlər yığınıdır. Verilənlər bazası 7A variantı. 8-ci sual. Başlıca açar nədir? Cədvəlin xüsusi sahəsi olmaqla yazıları avtomatik sıralayır. 8C. 9-cu sual. Tutaq ki, sizə aşağıdakı məlumatlar göstərə bilən verilənlər bazası yaratmaq tapşırılıb. Kompüterə maraq göstərən bütün uşaqların yaşlarını, dərziliyə maraq göstərən qızların adlarını, güləşlə məşğul olan oğlanların soyadlarını, belə verilənlər bazasında ən azı hansı sahələr olmalıdır? Burada soyad, ad hər ikisi olmalıdır. Ona görə A getdi. D-da gedir, oxudu, belə deyək, cinsinə görə olmalıdır, ona görə E-də gedir. Burada bizə kompüterə göstərən bütün uşaqların yaşları, dərziliyə maraq göstərən qızların yaşları. Burada soyad, ad, cinsiyyət, yaş və məşğuliyyət 9C variantı. Çünki burada oxuduğu məktəbin burada qeyd eləmir. Ona görə 9C variantı. 10-cu sualda modellərdən hansı ağacvari struktura malikdir? İerarxik struktur, yəni ierarxik aiddir. 11. Verilənlər relyasiya modelinin nisbət nəyi bildirir? Nisbət cədvəli bildirir. 11 E variantı. 12-ci sual. Təqdim olunan model verilənlər bazasının hansıdır? Burada şəbəkə modelidir. Şəbəkə modeli həm də biz qraflar keçmişdik. Qraflar da oxşuyur və qraflar da adlandırılır. D variantı, 12D variantı. Təqdim olunan model verilənlər bazasının hansı strukturuna? 13-cü sual. Burada ierarxik struktura malikdir. Xəttlər yəni bir formada gedib. 13A variantı.
14-cü sual. Verilənlər modeli deyil. Forma iyerarxik verilənlər modelidir, obyekt yönümlü verilənlər modelidir, şəbəkə, relyasiya, forma verilənlər modeli deyil. 14D variant. 15-ci sual relyasiya modelinin elementlərinə aid deyil. Burada verilənlərin qiyməti 15-ci sual A variantıdır. Verilənlərin qiyməti relyasiya modelinin elementlərinə aid deyil. Sahə, yazı, nisbət, verilənlərin tipi bunlara aiddir. 16-cı sual verilənlər bazasında cədvəl həm də belə deyək, nisbət adlandırılır. 16-cı sual C variantı. 17-ci sual burada cədvəldə neçə sahə var? Sahə yəni sütun deyilir və burada 1, 2, 3 və 4 sütun. 17-ci sual E variantı. 18-ci sual verilənlər bazasına əsas açar nədir? Cədvəldə yazıların bir qiyməti təyin edə bir və ya bir neçə sahədir. Bir qiymətli təyin edən bir neçə sahədir. 18-ci sual B variantı. 19-cu sual. 19-cu sualda imtahan nəticələri elan olunduqdan sonra məlum oldu ki, informatika fənnindən Aysel Aybənizdən az, lakin Ağadan çox bal toplayıb. Nicatın nəticəsi Ayselin nəticəsindən zəif olsa da, Zahidin nəticəsindən xeyli yaxşıdır. Verilənlər bazasında imtahan nəticə cədvəlinin informatika sahəsində artmaya görə nizamlanma tətbiq olunsa, sonuncu yazıda hansı artmaya görə nizamlanma tətbiq olunur və ən çox toplayan axtarılır. Burada Aysel Aybənizdən az, lakin Ağadan çox bal toplayıb. Nəticədə Nicatın nəticəsi Ayselin nəticəsindən zəif olsa da, Zahidin nəticəsindən xeyli aşağıdır. Xeyli yaxşıdır. Xeyli yaxşıdır deyir. Burada Aysel ilə verilib və Aybəniz ən çox Aybənizdə olur. Yəni sıralama da belə deyək, azdan çoxa, yəni artma sırası ilə olduğu üçün Aybəniz. 19-cu sual C variantı. 20-ci sual verilənlər bazası cədvəlləri üçün hansı xassələr ödənməlidir? Cədvəlin hər bir elementi bir verilən elementdir. Düz. Cədvəlin ixtiyari sütununun bütün elementləri həmciz, yəni sütundakı bütün elementlərinin tipləri və uzunluqları eynidir. Düz. Sonra hər bir sütunun bənzərsiz unikal adı var. Bu da düzdür. Cədvəlin iki eyni sətri ola bilməz. Bu da düzdür. Sətir və sütunlar ixtiyari ardıcılla yerləşə bilər. Bu da düzdür. Burada hamısı, yəni B variantı düzgün cavabdır. 20B variantı. Sonra 21-ci sual. Hansı variantda relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil? Cədvəlin açar sahəsi olmalıdır, bu düzdür. Bir dənə burada cədvəlin bütün sütunları eyni struktura malik olmalıdır. Bu səhvdir, çünki eyni struktura bütün sütunlar malik deyil, bütün sətirlər eyni struktura malik olmalıdır. Yəni sıralama forması. Cavab burada 21B variantı. Sadəcə burada sütunlar, yəni həmciz elementləri, tipləri eyni olmalıdır sütunların. Ona görə cavab B variantı. 22-ci sual. 22-ci sualda aşağıdakı əməliyyatlardan hansı cədvəlin strukturunu dəyişməz? Struktur. Yeni sahə əlavə edən zaman struktur dəyişə bilir, çünki struktur sətrə aid idi. Hər hansı sahəni silən zaman struktur, sahənin tipini dəyişən zaman, yəni sahələrdə də dəyişiklik edəndə struktur dəyişir. Yəni yeni yazı əlavə edəndə isə zaman struktur dəyişmir. 22 variantı. 23-cü sualda relyasiya modelinin nisbətin üzərində müəyyən xassələr olur ki, hər hansı cədvəlin nisbət hesab olunması üçün onların ödənilməsi mütləqdir. Bu xassələr aşağıdakılardan hansıları uyğundur?
Eyni qiymətli əsas açara malik bir neçə sətr ola bilməz. Bu düzdür. Cədvəldə təkrarlanan adla sütun ola bilməz. Bu da düzdür. Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır. Bu da düzdür. Cədvəldə təkrarlanan sətr ola bilməz. Bu da düzdür. 23-də elə E variantıdır. Hamısı düzdür. 24-cü sual. Doğru olmayan mülahizəni müəyyən edin. Access proqramında cədvəlin verilənlər və doldurulmazdan əvvəl onun strukturunu müəyyən etmək lazımdır. Bu düzdür. Access proqramında cari yazının redaksiyası başa çatandan sonra verilənlər avtomatik saxlanılır. Bu da düzdür. Access proqramında eyni sütunda müxtəlif tipli verilənlər saxlamaq olar. Bu səhvdir. Müxtəlif tipli verilənlər saxlamaq olmaz. Eyni tipdə olmalıdır. Bu 24-cü sualda C variantı. 25-ci sual. Hansı əməliyyatlar cədvəlin strukturunun yaradılması və dəyişdirilməsi zamanı həyata keçirilir? Sahələrin əlavə edilməsi, sonra yazının yenilənməsi. Yox, yazıya aid deyil. Bunlar sahələrə aid olanlar cədvəlin strukturunun yaradılması və dəyişdirilməsinə aid olur. Sahələrin silinməsi, sahələrin tipinin müəyyən edilməsi, sahələrin adının müəyyən edilməsi, sahələrin təsvirinin müəyyən edilməsi. Verilənlərin quraşdırılması yox. Burada cavab A variantı. Sahə olan hamısı. Sonra 25 A variantı. 26-cı sual. Verilənlər bazası əsas funksiyasına aid deyil. Verilənlər bazasının yaradılması əsasdır. Cədvəlin yaradılması əsasdır. Verilənlərin vizuallaşdırılması əsasdır. Cədvəllərin normallaşdırılması əsas funksiyasına aid deyil. 26-cı variant. 27-ci sual. Doğru mülahizəni müəyyən edin. Cədvəldə təkrarlanan sətirlər ola bilməz. Düz. Cədvəldə təkrarlanan adla sütunlar ola bilməz. Bu da düz. Ola bilər səhvdir. Sonra cədvəlin sətirləri müxtəlif struktura malik ola bilər. Bu da səhvdir, ola bilməz. Cədvəldə sətirlər ardıcılı istənilən qaydada ola bilər. Bu da düzdür. Cədvəl və sahənin adının uzunluğu 64 simvoldan çox ola bilməz. Düzdür. Cavab A variantı 27-ci sual. 28-ci sual. MS Access yaradılan failin uzantısı AZDB, yəni D variantı. 29-cu sual. Tekst sahəsində simvolların maksimal sayı nə qədərdir? 255 simvol. Sonra uyğunluğu müəyyən edin. Burada 1-in 1-ə. 30-cu sualda məsələn deyək, 1-in 1-ə belə əlaqə zamanı birinci cədvəlin bir yazısı o biri cədvəlin yalnız bir yazısına aid olur. 1-ə B. 1-in çoxa, birinci cədvəlin bir yazısı ikinci cədvəlin çoxlu yazısına, 1-in çoxa A variantı, çoxun 1-ə birinci cədvəlin çox yazısı, çoxlu yazısı ikinci cədvəlin çoxlu yazısına, bu D-yə aiddir. C. Burada birinci cədvəlin çoxlu yazısı ikinci cədvəlin bir yazısına, 3-ə də D variantı. B, A, D, C. 30 B variantı. 31-ci sual. Doğru mülahizəni müəyyən edin. Access cədvəllərdə milyonlarla yazı saxlamağa və onları sürətlə emal etməyə imkan verir. Düz. Access proqramında məlumat cədvələ daxil olduqdan sonra avtomatik saxlanmır. Səhvdir, avtomatik saxlanılır. Access onlarca istifadəçinin verilənlər bazası ilə eyni zamanda işləməsinə imkan verir. Düz. Access proqramında cədvəlin birbaşa hesablamalar aparmaq olmur. Bu Excel-ə aiddir. Access proqramında cədvəllərin birbaşa hesablama aparmaq olur. Xeyr. Yəni bu aparmaq olmur. Aparmaq olma Excel-ə aiddir. 1, 3, 4 E variantı. 32-ci sual. Doğru olan mülahizəni
müəyyən edin. Access proqramı cədvələ verilənlər doldurulmazdan əvvəl onun strukturunu müəyyən etmək lazımdır. Düzdür. Access proqramında cari yazının redaksiyası başa çatandan sonra avtomatik saxlanılır. Bu da düzdür. Access-də eyni sütunda müxtəlif tipli verilənlər saxlamaq olar. Xeyr, tiplər eyni olmalıdır. Access proqramında cədvəllər əsasında sorğular hazırlanır. Düzdür. Access proqramında verilənləri əyani formada təsvir etmək üçün forma obyektindən istifadə edilir. Düzdür. Başlıca açar hər hansı cədvələ xüsusi sahədir və cədvələ yazılar avtomatik olaraq başlıca açara görə sıralanır. Bu da düzdür. E variantı 32-də. 30-cu sual hansı obyektsiz verilənlər bazası mövcud ola bilməz? Cədvəlsiz ola bilməz. 33-də cavab C variantı. 34-cü sual. Təqdim olunan təsvir Access proqramında hansı obyektin pəncərəsidir? 34-cü sualda formanın pəncərəsidir bu isə. Neymiş? Formanı yaz. 34B variantı. 35-ci sual. Verilənlər bazasını idarə edilmə sistemi əsas funksiyalar hansıdır? Verilən bazasının strukturunu yaradılması, bazanın verilənlərini doldurulması, bazadan verilən redaksiyası, informasiyanın vizuallaşdırılması. Bunların hər biri əsas funksiyasıdır. 1, 2, 3, 4, 35 E variantı. 36-cı sual. 36-cı sualda doğru mülahizəni seçin. Excel cədvəl arasında relyasiya əlaqələri yaratmaq imkan vermir. Access-də belə əlaqələr vasitəsilə verilənlər lazımsız təkrarlanmasından qaçmaq olur. Düz. Access cədvəlləri milyonlarla yazı saxlamağa və onları sürətlə emal etməyə imkan verir. Bu da düzdür. Access onlarca istifadəçinin verilənlər bazası ilə eyni zamanda işləməsinə imkan verir. Bu zaman hər bir istifadəçi başqalarının bazaya etdiyi dəyişiklikləri dərhal görə bilir. Bu da düz. Access proqramı cari yazının redaksiyası başa çatandan sonra avtomatik saxlanılır. Excel proqramında bunun üçün save komandası istifadə etmək lazımdır. Bu da düzdür. Access proqramında cədvəllər əvvəlcə təyin olunmuş struktura malikdir və eyni sütunda fərqli tipli verilənlər saxlamaq olmaz. Bu da düzdür. Access proqramında cədvəllərində birbaşa hesablamalar aparmaq olmur. Bunun üçün sorğulardan istifadə edilməlidir. Bu da düzdür. Verilənlər bazasında müxtəlif cədvəllərdə olan verilənlərdən birgə istifadə etmək olar. Bu da düzdür. C variantı hər hamısı. 36-cı sual. 37-ci sual. 37-ci sualda bizə verilənlər bazasının süzgəc komandasının tətbiq edilərsə nə baş verər? Burada verilənlər bazasının bəzi yazılar silinəcək. Verilənlər bazasında yazılan bir hissəsi seçdiriləcək. Verilənlər bəzi sahələr silinəcək. Verilənlər bazasında müəyyən şərt ödəyən yazılar əks olunacaq. Yəni şərtə görə süzgəcdə şərt lazımdır. 38-ci sual. Sütun başlıqları uyğun olaraq əməkdaşın kodu soyadı, adı və atasının adı olan verilənlər bazasında 150 işçi haqqında məlumat daxil edilmişdir. Cədvəl neçə sahə və neçə yazıdan ibarətdir? 150 işçinin adı. Sahə 4 sahə əməkdaşın kodu, soyadı, adı və atasının adı olur. Sahə 4-dür, yazı da ki 150 işçidirsə 150 yazı olur. Cavab B variantı. 38 B variantı. 39-cu sual. Sayğac sahəsinin xüsusiyyətləri nədən ibarətdir? Həqiqi ədədlərin daxil edilməsi deyil, verilən sahədə deyil, digər yerdə yerləşir. Sahədə isə mətnin yerləşdirilmə yeri göstəricisi. Bu da deyil, məhdud ölçüyə malikdir. Bu da deyil, avtomatik artırma xassəsinə malikdir. D variantı sayğac. 40-cı sual. MS Access proqramında Desync View rejimində sahələrin tipinin təyin edildiyi sütunun adı nədir? Data tip 40-da B variantı.
41-ci sual. MS Access proqramı sahə tiplərinə aiddir. Aid olanları seçin. Burada memo, hyperlink, simbol aid deyil, currency, bir də data type, E variantı. 41-də E variantı. 42-ci sual. Burada tables, cədvəllər. 42-də biri də tables, cədvəllər haqqında soruşur. Burada cədvəllər haqqında müəyyən mövzuya aid verilənlər toplusudur. Verilənlərin ayrı-ayrı sahələrdə təşkil olunmuş yazılarda saxlanılır. Bura 1-ə C adlandırılır. 1-ə C-dir. 2-yə yalnız müəyyən şərtlərə uyğun olan, müəyyən məsələlər həlli üçün lazım olan vacib informasiyanın verilənlər bazasını seçməyə imkan verir. Sorğulara, yəni sorğular əsasındadır. 2-yə B-dir. Sonra 3-ə formlar, 3-ə məlumatların daxil edilməsi və ona baxmağı təmin etmək məqsədi ilə istifadə olunur. 3-ə də D və hesabatlar müəyyən formada tərtib olunaraq ixtiyari verilənlər toplusunun əks etdirilməsi və çap olunması üçün istifadə olunur. Çap olunanlarda hesabatlardır. 4-də də A variantı. 1-ə C, 2-yə B, 3-ə D, 4-ə A, E variantındadır. 42-ci sual E variantı. 43-cü sual. Cədvəldəki məlumatlara baxış və yeni məlumatların daxil edilməsi üçün nəzərdə tutulan Access proqramının görünüş rejimi hansıdır? Datasheet View adlandırılır. 43 A variantı. 44-cü sual. Verilənlər bazasında hansı sahələr unikal sahələr adlandırılır? Burada qiyməti unikal ad daşıyan sahə, qiyməti avtomatik artma xüsusiyyətinə malik olan, qiyməti təkrarlana bilməyən sahə unikal sahə adlandırılır. Yəni unikal, yəni bir qiymətli sahədən gedir söhbət. C variantı. 45-ci sual. Verilənlər bazasını seçin. Burada Yukon, Access və MySQL-dir. 1, 3, 4-dür cavab. 45-də də C variantı. 46-cı sual. Verilənlər bazasını seçin. Oracle, PostgreSQL və OpenOffice Database 1, 2, 5-dir cavab. 46-da A variantı. 47-də hansı əməliyyatlar yerinə yetirilsə belə cədvəl sürüdü dəyişilməz olaraq qalır. Struktur dedik, sahələri silmir və ya sahələr üzərində bir dəyişiklik etmək deyil. Sahədə ixtiyari bir sətri sildikdə, sətr silindikdə dəyişilmir. 47-də 1, sonra hada yeni tipli sütun əlavə. Sütuna aid, məsələn, sütunlar yeni bir sütun əlavə olanda dəyişilir struktur. Sahəyə yeni bir sətr əlavə etdikdə dəyişilmir. Yəni sahədə bir neçə müxtəlif tipli sütun sildikdə, sahənin adı dəyişdikdə və sətr üzərində nəsə əməl etdikdə struktur dəyişilmir. Ona görə 1, 3, 47 E variantı. 48-ci sual. UZ cədvəlinin görünüşü verilmişdir. Hansı fikirlər doğrudur? Burada birinci UZ cədvəli 2 yazıdan ibarətdir. Bu səhvdir. UZ cədvəlində 3 sahə mövcuddur. 3 sahə mövcuddur. Bu düzdür. ID, ad və soyad mövcuddur. Burada və 3 sətirdən, 3 yazıdan ibarətdir. Countries cədvəlinin 3 sahə mövcuddur. Countrydə bu düzdür, 3 sahə mövcuddur. Sonra country cədvəli 2 yazıdan ibarətdir, səhvdir. UZ və country cədvəli bir-biri ilə əlaqələndirilmişdir. Bu da düzdür. 48-ci sual B variantı.
49-cu sual. Şəkildə gördüyünüz cədvəl hansı görünüşə aiddir və nə üçün istifadə edilir? Desing view və cədvəllərin strukturunu yaratmaq üçündür. 49-da da B variantı. 50-ci sual. Cədvəldə adlar siyahısında N hərfi ilə başlayan verilənlər siyahısını çıxarmaq üçün hansı ifadəni istifadə etmək olar? Burada N ulduz ifadəsini istifadə etmək 50 E variantı. 51-ci sual. Sahəyə yalnız iki məntiqi qiymətdən biri verilə bilən tip hansıdır? Yes və no. 51 C variantı. 52-ci sual. Məsələn, burada birincidə elə demişdik, göstərmişdik. Burada bir-birlə digərindən əlaqəli varsa bu şəbəkəyə aid olunur. Yəni 1-ə D, 2 relyasiyalı, 2-yə A, 3-ə də ki iyerarxik ağac şəkilli modeldir. 3-ə də B variantı. D, A, B. A variantı. 52-ci sual A variantı. 53-cü sual. Cədvəldə yeni yazı əlavə etmək üçün hansı düymədən istifadə olunur? 53-də də A variantıdır. 54-cü sual. Aşağıdakılardan hansı cədvəlin növbəti yazısını keçidi təmin edir? Burada B variantıdır. 55-ci sual. Aşağıdakılardan hansı cədvəlin cari yazısından əvvəlki yazını keçidi təmin edir? 55-ə də C variantı. Bu növbəti yazı bu isə C variantıdır 55-də. 56-cı sual. Aşağıdakılardan hansı cədvəlin birinci yazısına keçidi təmin edir? 56-da A variantı. 57-ci sualda da cədvəl və sorğuların lazımi şəkildə çapa hazırlanması üçün verilənlər bazasının hansı obyektindən istifadə olunur? 57-ci sualda D variantı hesabatlardan çap olanda hesabat olur.